Deməli, başlayaq riyaziyyatın izahından. Birinci sual rahat. Yazırsınız belə, 24 çıxılsız. Birinci bölməni yerinə yetirirsiniz 4. Sonra vurmanı yerinə yetirirsiniz. Sonra amillər ardıcıllığından 24-dən 4 çıxırsınız 20. Üstünə də 8 gəlirsiniz 28. Birinci sual oldu C. Deyir ki, A ədədi -5-dən böyükdür. Baxın burada. Bu iki qat bərabərliyi adlanır. -5-dən böyükdür, 3-dən kiçikdir. İndi A-nın yerinə hansı ədədlər yazıla bilər? Ədəd oxunu gözünüzün qabağına gətirin. A-nın yerinə hansı ədədlər? -5-dən böyük ədədlər. -4, -3, -2, -1, 0, 1, bir də 2 ədədini. Artıq 3-ü yaza bilmərik. 3-ə qədər olan ədədləri yazırıq. Bunların sayını soruşur sizdən. Burada 7 dənə olur. Gəldik ikinci suala. Deyir ki, 2/15 ədədini 0,6 mislindən 5,8 çox olan ədəd. Mislindən dediyinə görə vurursunuz. 2/15'i vurursunuz 0,6'ya. Bu eləyir 1/29. Çox dediyinə görə neyinirik? Üzərinə gəlirik 5,8. Bu toplayanda eləyir 9. 2'nin üstünə 8 gələndə 0, 1 yadda. 5'in üstə 1 gələndə 6, 1 də yadda 7. Və vergülün cərgəsindən də vergül ayırırsınız. Baxın, alt-alta da yazıram sizin üçün aydın olsun. 1/29 üstə gələk 5,8. Bu boşluğa 0 qoya bilərsiniz. Alt-alta toplayanda da cavab yenə bu qayda alınır. Gəldik, tənliyi həll edin deyir. Əvvəlcə mötərizənin için sadələşdirirsiniz. 5x-dan 2x çıxırsınız, eləyir 3x bərabərdir 5. Azalan, çıxılan fərq. Çıxılanı tapanda həmişə azalandan fərqi çıxmaq lazımdır. 47-dən çıxıram 5'ini. Buradan 3x bərabər olur 42'yə. Yadınızda qalsın. Hər bir hərflə dəyişən arasında vurma işarəsi var. Amma vurma yazılmır, göstərilmir. Siz şagird olaraq bilməlisiniz ki, orada vurma işarəsi var. Belə başa düşün, gizli bir bu vurma var. Biz tənlikdə vurmanı həmişə nə ilə tapırıq? Bölmə ilə. 42'ni bölürük 3'ə. Oradan da x bərabər olur 14'ə. Aha. Keçdik növbəti sual. 30-cu sual. Çoxluq. Bax, çoxluqların birləşməsi demək. Birləşmə deyəndə hər iki çoxluqda olan elementləri sıra ilə düzmək nəzərdə tutulur. Amma yazanda çoxluğun içərisində hər elementdən sadəcə bircə dənə yazıla bilər. Yəni bir elementdən hər iki çoxluqda olsa, da çoxluğun birləşməsi deyəndə çoxluğun sadəcə bir dənəsi yazılır. Bax görürsünüz, burada da n var, burada da n var. Ona görə mən n-nı bir dəfə yazdım. K hərfi həm A-da var, həm B-də var. Amma mən yenə K-nı bir dəfə yazdım. Bax bu olur nə? Çoxluğun birləşməsi. Bu oldu D variantı. Sonra ambardakı 540 kilogram almanın 902'si satılmışdır. Gəlin görək nə qədər alma satılır. Hissəsi dediyinə görə 540'ı vururam 9'da 2'yə. 540 ilə 9 ixtisar gedir. Qalır 60. 60'ı da 2'yə vuranda eləyir 120 kilogram. Satılmışdır dedisə, deməli 540 qramdan 120 kilogramı çıxıram. O da eləyir nə? 420 kilogram alma qalıbdır. Deyir ki, 30 kilogram alma da çürümüşdür. Aha, deməli 420'dən yenidən 30'unu çıxıram. Qalır 390 kilogram alma. Deyir, ambarda nə qədər alma qaldı? 390 kilogram alma qaldı. Fikrimdə tutduğum ədədin 7 mislinə 11 əlavə etsəm 74 alınır. Fikrimdə tutduğum ədədi x götürüm. 7 misli dediyinə görə 7'yə vururam. 11 əlavə et dediyinə görə üzərinə 11 gəlirəm və bərabər eləyirəm 74'ə. Toplamanı yadınızda qalsın. Həmişə çıxma ilə tapırıq. 74'dən 11 çıxırıq. 7x bərabərdir 63'ə. Buradan da x'i tapanda mən dedim, ax bunların arasında vurma işarəsi var. Vurmanı tapanda neyinirik? Bölürük. 63'ü 7'yə böləndə alınır 9. Deməli, mənim fikrimdə tutduğum ədəd nəymiş? 9.
7-də 12 kəsirinin neçə sayda 7-də 1 kəsiri var? 7-də 12-ni bölürsüz 7-də 1-ə. Biz bilirik ki, bölməni nə ilə əvəz eləmək olur? Vurma ilə. Amma sürət və məxrəc mütləq yerini dəyişməlidir. Və bu məxrəcdəki 7 ilə bu 7 ixtisar gedir. Cavab qalır 12. Sonra baxırıq 34-cü suala. Bir təyyarənin gedəcəyi məsafə 200 kilometr getmişdir. Gedəcəyi məsafənin 200 kilometrini getmişdir. Bu məsafə gedəcəyi ümumi məsafənin 80%-idir. Deməli, təyyarə müəyyən qədər yol gedib, 200 kilometrdir. Və bu 200 kilometr yolun 80%-nə bərabərdir. Bu, faizinə görə ədədin tapılmasıdır. Faizinə görə ədədi tapanda, yəni yolun 80%-i 2000 kilometrdir. Bu cümləni təhlil eləyəndə bu cür başa düşün. Yolun 80%-ni gedib və bu getdiyi 80% yol 2000 kilometrdir. İndi faizinə görə ədədi tapanda 2000-i vurursunuz 100%-ə, bölürsünüz 80%-ə. Buradan sıfırlar ixtisar gedir. 2 8-ə böləndə alınır 25. 25 də vuranda 100-ə. Eləyir 2500. Deməli, yolun uzunluğu olub 2500 kilometr. Mən 2000 kilometr yol getmişəm. Deyir, daha neçə kilometr yol getməlidir? Yəni, nə qədər yolum qalır? 2500-dən 2000-i çıxıram. O da eləyir 500 kilometr. Aşağıdakı ədədlərdən hansı sadə ədəd deyil? Bilirsiniz ki, 2, 1 nə sadə ədəddir, nə mürəkkəb ədəd. 2 isə sadə olan yeganə cüt ədəddir. Burada bizim doğru cavabımız olur A variantı 1. Əbob 8-ə bərabərdir. Əkəb 96-ya bərabərdir. Bu iki ədədin biri 24 olarsa, digərini tapın. Belə bir qayda var idi. İki eyni ədədin əkobu ilə əbobunun hasili elə həmin ədədlərin hasilinə bərabərdir. Əbobun yerinə 8 yazıram. Əkobun yerinə 96 yazıram. Sağ tərəfdə A-nın yerinə 24 yazıram. Amma digər ədədi bilmirəm. Bunu B ilə işarə edirəm. Burada sadələşmə aparsaq, 24 ilə 96 24-ə ixtisar gedir. Qalır 4. 4-ü də 8-ə vururuq, eləyir 32. Sonra gəldik növbəti 37-ci suala. 37-ci sualda görürsünüz, məxrəcləri müxtəlifdir. Məxrəclərin əkobunu tapırsınız. Əkob 3 ilə 4. 3 ilə 4 ardıcıl ədədlər olduğuna görə əkob onların hasilinə bərabərdir. Yəni 12-dir. 12 olması üçün birinci kəsirin sürət və məxrəcini 4-ə vurursunuz. İkinci kəsirin sürət və məxrəcini 3-ə vurursunuz. Eləyir 12 tam 12-də 4 çıxılsın 2 tam 12-də 3. Tamdan tamı çıxırıq 10 tam. Məxrəc olduğu kimi qalır. 4-dən də 3-ünü çıxanda qalır 1. Eləyir 10 tam 12-də 1. 38-ci sualda bərabərsizliyin hər tərəfində həm x, həm ədəd var. Ona görə x-ləri bir tərəfə yığıram, ədədləri bir tərəfə. Amma yadınızda qalsın, bərabərliyin fərqi yoxdur. Bir tərəfinin digər tərəfinə keçid eləyəndə mütləq ədədin işarəsi dəyişir. Bax, 2x-i gətirdim sağ tərəfə, görürsünüz, oldu müsbət 2x. 8-i gətirdim sol tərəfə, oldu mənfi 8x. İşarələr mütləq diqqət yetirmək lazımdır. Burada sadələşdirəndə 2-dən mənfi 1 çıxanda qalır sadəcə x. Burada 11-dən 8 çıxanda qalır 3. İndi deyir ki, bərabərsizliyin həllidir. Yəni 3-dən kiçik ədəddir. 3-dən kiçik burada variantlarda uyğun gələn yeganə ədəd 2-dir. Tənasibi həll edin. Bax, 2 yolla həll edə bilərsiniz. Ya düşünərək, ya tənasibin əsas xassiyəsindən istifadə edərək. Birinci düşünün, əgər sürət 5 dəfə artmışdısa, yəni sürəti 5-ə vurmuşduqsa, deməli məxrəci də nə etməliyik? 5-ə vurmalıyıq. Onda x bərabər olur 15-ə. İkinci həll yolu isə tənasibin əsas xassiyəsindən istifadə etməkdir. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 4x bərabərdir 60-a, buradan da x bərabərdir 15-ə.
Hər ikisində də cavab 15 alınır. Sonra ifadənin qiymətini tapın. Əvvəlcə toplamanı yerinə yetirək. 2 tam 1000-də 121 üstə gələ 3 tam 323. Toplasaq 4, 4, 4, 5. Olur 5 tam 1000-də 444. Sonra 5 tam 1000-də 444-dən də 3 tam 100-də 19 çıxırıq. 4-dən 0 çıxıram 4. 4-dən 9 çıxa bilmirəm. Qabaqdan birini alıram. 14-dən 9 çıxıram 5. Burada qaldı 3. 3-dən 1 çıxıram 2. 5-dən də 3 çıxıram 2. Olur 2 tam 1000-də 254. Sonra gəldik yenə ifadənin qiymətini tapın. Mənfi 45 çıxaq. Mötərizədə 15. 2 mənfi yanaşı gələndə olur toplama. 15 ilə 22-ni toplayanda olur 37. Qarşısında mənfi olduğuna görə olur mənfi 37. Burada nəyə fikir verirsin? Bax, həm 45-in qabağında çıxma işarəsi var, həm 37-in. Ona görə bu ədədlər toplanılır, eləyir 82 və qarşısına mənfi işarəsi qoyulur. Sonra gəldik 42-ci suala. Murad K sayda sualın 20-sini həll etdi. Sonra qalan sualları 3 günə bərabər sayda olmaqla həll edəcəkdir. Murad bir günə həll edəcəyi sualı göstərən dəyişənli ifadəni tapın. Muradın K dənə sualı var idi. Bunun 20-sini həll elədi. Yəni 20 dənə sualı getdi. Yerdə qaldı nə qədər sualı? K çıxılsın 20. Və bu qalan suallarını da 3 günə həll edəcək deyə nəyə bölürük? 3-ə. Doğru olan ifadə olur D variantı. Nəvənin 9, babanın 74 yaşı var. Neçə ildən sonra baba nəvədən 6 dəfə böyük olar? Neçə ildən sonra deyirsə, nəvənin yaşının üzərinə də x gəlirəm, babanın yaşının üzərinə də x gəlirəm. Deyir ki, babanın yaşı nəvənin yaşından 6 dəfə böyük olar. Yəni, 74 üstəgəl x bərabərdir. 6 vuraq, 9 üstəgəl x. Yəni, nəvənin yaşını 6-ya vursam, babanın yaşına bərabər olar. Cümlənin təhlili bu cürdür. Babanın yaşına bərabər olar. Yəni, nəvənin yaşını 6-ya vurursunuz, kiçik ədəd. Gəlib, babanın yaşına bərabər olacaqdır. Buradan tənliyi həll etsək, olur 54 üstəgəl 6x. Yenə x-ləri bir tərəfə yığıram. 6x-dən x çıxıram. 74-dən də 54 çıxıram. Bax, bu x-i keçirdim bu tərəfə, 54-ü də keçirdim bu tərəfə. 5x bərabər olur 20-yə. Buradan x bərabər olur 4-ə. Deməli, 4 ildən sonra babanın yaşı nəvənin yaşından 6 dəfə böyük olacaq. Gəldik yenə tənasübə. Tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. Yəni, 2 vuraq, 19 çıxılsın 2x, 3 vuraq, x üstəgəl 1-ə bərabər olur. Buradan da alırıq ki, 38 çıxılsın 4x, 1 mötərizənin qarşısındakı ədədi mötərizəyə vurub açırıq. 3x üstəgəl 3. Sonra x-ləri bir tərəfə yığırıq. 3x üstəgələk 4x. Sonra 38 çıxılsın 3. 7x bərabərdir 35. Buradan da x bərabər olur 5-ə. Sonra bərabərsizliyi həll edin. 7-ni keçirdirik ədədin yanına. Olur belə 4 üstəgəl 7. İşarəsi mənfidir. Sağ tərəfə keçəndə olur müsbət. X böyükdür 11-dən. Deyir ki, hansı ədədlərdən hansı bu bərabərsizliyin həlli deyil. Yəni 11-dən böyük deyil. Görürsünüz, B, C, D variantlarının hər biri 11-dən böyükdür. Amma 11 11-dən böyük deyil. Satıcı portağalları 8 kilogramlıq yeşiklərə dolduraraq bir yeşiyi 14 manata satır. Satıcı bir həftədə satılmış 656 kilogram portağaldan neçə manat əldə etmişdir? Əvvəlcə gəlin görək, 656 kiloqramı 8 kiloqramlıq neçə dənə yeşiyə bölür? 656-nı bölürük 8-ə. O eləyir 82. Deməli, 82 dənə yeşiyim var. Sonra 82 yeşiyin, biri 14 manatdırsa yeşiyin, 82-ni də vurursunuz 14-ə.
Bu da eləyir 1148 manat. Yəni bir yeşik 14 manat idisə 82 yeşiyi tapmaq üçün 82-ni vurursunuz 14-ə. O da eləyir A variantı. Bir də deyirəm. Əvvəlcə ümumi kiloqramı 8-ə bölüb yeşiyin sayını tapırsınız. Bax bu yeşiyin sayıdır. Sonra yeşiyin bir qiyməti 14 olduğuna görə ümumi qiymət tapmaq üçün 14-ə vurursunuz. Sonra mötərizələri açaq. Mötərizədə bax birinci mötərizənin qarşısında heç nə yoxdur. Ona görə olduğu kimi açılır. Amma ikinci mötərizənin qarşısında mənfi var. 2 mənfi yanaşı gələndə olur müsbət. 2 mənfi yanaşı gələndə olur müsbət. Sadələşdirsə x ilə 3x-i toplayıram 4x. 2 ilə də 2-ni toplayıram eləyir 4. 4x üstə gələk 4. A və B çoxluqları üçün A və B bərabər olarsa aşağıdakılardan hansı doğru deyil? Birləşməsi A çoxluğu olur, kəsişməsi A çoxluğu olur, fərqi boş çoxluğu olur. Çünki bərabər elementli çoxluqların bir-birindən fərqli elementi olmur. Bu da doğrudur. Amma bu doğru deyil. Çünki bir-birindən fərqli element burada boş çoxluq olsaydı doğru olacaqdı. Deməli bunlar hamısı doğrudur. Bizə doğru olmayan variantı istəyir. O da D variantıdır. Ulduz işarəsinin yerinə hansı ədədlər qoyulmalıdır? Biz bilirik ki, mənfi ədədlərdən sıfıra daha yaxın olan ədəd böyük hesab olunur. Deməli, baxırsınız, burada ulduzun yerində burada 4 dayanır. Deməli, biz burada ulduzun yerinə 4-dən böyük ədədlər yazmalıyıq ki, bu sıfırdan uzaqlaşsın. Ona da uyğun gələn ədədlər 5, 6, 7, 8, 9-dur. Nəhayət sonuncu sual. Deyir ki, sinifdə 20 qız, 30 oğlan var. Yəni, sinifdə 50 dənə şagird var. Oğlanlar bütün sinifin neçə faizini təşkil edir? Deməli, sinifin ümumi sayını yazırsınız məxrəcə. Oğlanların sayı 30 olduğuna görə 30-u yazıram sürətə. Faizi dediyinə görə 100%-ə vururam. Buradan sadələşdirəndə eləyir 60%. O da eləyir C variantı.